Bura Ordubadın məşhur Salamməli stansiyasıdır. 1992-ci ilin aprel ayında maşinist Tahir Abzarovun qatarı hərəkət etdirib 8 saat gözlədikdən sonra geri dönüş etdiyi stansiya. Bu, həmin stansiyada sonuncu qatar idi. Həmin gündən sonra Salamməlikə qatarlar bir daha gəlməyib. Ordubad vağzalından fit səsi, maşinistlərin tələsin, yola düşürük çağırışları, sərnişinlərin şən sədaları kəsilib. 2020-ci il sentyabrın 27-sində başlanan 44 gün davam edən Vətən müharibəsində Müzəffər Ali Başkomandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun tarixi zəfərlərindən sonra əvvəlki görkəmindən əsər əlamət qalmayan, miskinlik libasına bürünən Salamməli stansiyasının üzərində yenidən günəş doğub. Azərbaycan Dəmir Yolları Naxçıvan Muxtar Respublikasında dəmir yolu xəttinin layihələndirilməsi və modernləşdirilməsi üzrə layihələndirmə işlərini tam yekunlaşdırmışdır. Hal-hazırda olduğumuz Ermənistanla sərhəddə Ordubad rayonunun Salamməlik stansiyasında tikinti işlərinə start verilmişdir. Bu tikinti işləri 188 kilometr uzunluqda dəmir yolunu əhatə edəcək, məqsəd müasir tələblərə uyğun dəmir yolu şəbəkəsi qurmaqdır. Yol hazır olduqdan sonra yolun ümumi yük ötürmə qabiliyyəti 15 milyon tona çatdırılacaqdır.